Good morning. Yeah. Morning. Good afternoon. Good evening. Good evening. Well, Guys, good evening. Hi all. good evening. Tawfiq, congratulations on the victory. Just looking back on that fight, were you expecting a war like that against Ignacio? Təşəkkür edirəm sizə və mən buradan təşəkkür edirəm ki, Ignacio öz rəqibimə. Təbii ki, mənim rəqibim çox güclü rəqib idi. Buna baxmayaraq mən bu döyüşü qəbul elədim. Mənim üçün, yəni deyək, mən həmişə güclərlə mübarizə aparmağa özümə söz vermişəm və mənim üçün güclü rəqiblərlə özümü sınamaq daha maraqlıdır. Və rəqibimə təşəkkür edirəm ki, belə gözəl döyüş göstərdiyi ondan və gələcək döyüşlərində ona uğurlar arzulayıram. First of all, I want to thank to my opponent Ignacio Bahamondes for taking a step forward for this fight. Obviously, I've always had really skillful and strong fighters as an opponent through all the various organizations. So I've got used to this kind of complications. But again, today, this kind of war that I was expected, but I had plans to overcome it, and all my plans worked. Were you surprised they let him continue with the cut going into the third round over his eye? Təbii ki, mən bilirdim o dözümlü idmançıdır və güclü idmançıdır. Buna baxmayaraq mən də qarşıma məqsəd qoymuşdum ki, yəni bu nəyin bahasına olsun, mən bu döyüşü axıra qədər döyüşüb, yəni öz xarakterimi sübut edirdim. Of course, I'm accepting that. Yeah, I know that he was and he is a very skillful and tough opponent, and he was not going to give up just easy like that. But regardless of that situation, I was decisive to finish the fight myself. So I was either going to go die or finish it. And going into this fight, I know you came off a loss in your UFC debut. How much pressure was there coming into this fight to try and get that first UFC victory? Yəni mən birinci döyüşüm deyərdim ki, heç vaxt yadımdan çıxmaz. Yəni mən o birinci döyüşümdə rəqib məndən 6 kilo ağır gəldi. Yəni bugünkü gündə UFC ilə kontraktı olan sağlam döyüşçü heç bir döyüşçüyə belə bir oyun oynamaz düşünürəm. Və o məndən çəkisini salsaydı mən bugünkü performansın 2 qatını ondan mən göstərərdim. Always for the first fight, the opponent had 6 kilos more than my weight, but I had to accept to fight with him. But if he had with the same weight with me, I would have shown times better performance what I've shown today. But yeah, the pressure, I had pressure, but I had to deal with it. I'm a fighter, so all good. Heç bir döyüşçü yəni 6 kilo artıqla bu döyüşü qəbul eləməzdi. Prosto mənim ölkəmdə keçirilirdi, mənim vətənimdə keçirilirdi. Ora yığışan bütün publikanın 90%-i mənə görə gəlmişdi ora. Mən artıq məcburiyyət qarşısında ora çıxası oldum. So I don't think any other fighters are accepting their opponents to be 6 kilos more than them on the weight scale. But that was my country, and majority of the fans, they came to support me, and I couldn't just refuse either for UFC or to my fans. So I had to accept to go for it. Və bizim bossumuz dediyi kimi mənim üçün də bir döyüşçü əgər öz kateqoriyasında öz çəkisini sala bilmirsə, yəni o döyüşçünün necə deyim, döyüşçü olmağı göz qabağındadır. And lastly, just like our boss Dana White said, if one white fighter make their weight, then that fighter needs to work on their character first of all before stepping up. Yes, for sure. You had a win in Washington State back in 2022, finishing Sydney Outlaw in the first round. You won here tonight. Are you going to ask the UFC to come back to Washington again? Because you seem to be winning here. Və çox maraqlıdır ki, Seattle mənə çox necə deyim, uğurlu bir yerdir. Baxmayaraq ki, burada
həyat öz axarı ilə davam eləyir. Çox sakit bir ölkədir, çox sakit bir şəhərdir. Bu Seattle yəni doğrudan da mənim üçün uğurludur. Mən burada çıxış elədiyim döyüşlərin hamısına qalib gəlmişəm. It's very interesting that yes, I agree with that. Every time I fight in Seattle, I have a tendency of winning. It's very interesting that I have a character who's got well, I have full energy. I like sunny places, but Seattle is kind of contrary to that. Regardless of that, I like fighting in Seattle, so I would like to continue, having my fights in Seattle in the future. Hətta bu döyüşdə mənə inanmayanlar var idi ki, artıq Tofiq bir dəfə udsu, bunun yaşı var və mən kommentarlərdə də oxuyurdum ki, artıq bunun yaşı gedib, bu özünü göstərə bilməyəcək. Mən dediyim kimi, mənim üçün yaş bir rəqəmdir. Mən heç vaxt yaşa önəm verməmişəm. Mən həmişə güclülərlə mübarizə aparmışam. Bugünkü gündə Ignacio'da udduğu rəqiblər göz qabağındadır. Ignacio doğrudan da çox güclü rəqibdir, çox güclü döyüşçüdür. Buna baxmayaraq, yəni bu rəqiblərin adı, gücü, bunlar heç vaxt məni sarsıtmayıb. Mən həmişə güclülərlə mübarizə aparmışam. Şükürlər Allaha ki, qəlbi, niyyəti Allahla olan insanlar həmişə döyüşdən qalib ayrılır. I would also like to say age is just a number for me. That's what I've been telling, and I am always keen to say that. Regardless of my age, I'm feeling very good, and as soon as my health allows me, so I'm not looking at or picking an opponent. Whomever UFC is given as an opponent, regardless of their rating, so I do not reject or I do not basically opt on that. Whoever UFC gives, I'm ready to fight, step forward to share this cage. I've always been like that and always shared cage with very experienced, skillful fighters, and I will continue like that. Bu hələ başlanğıcdır. This is just beginning. Okay, and just last one, when do you want to get back in there? I know you took some damage tonight, but when would you like to have that next fight? Yəni həkimlər yoxlasın, sağlamlığım yerində olsa, inşallah Bakı kartında döyüşmək istəyirəm. Və mən desəm ki, döyüş momentində mənim əlim qırılmışdı. Mən döyüşü elə də davam elədim. Yəni kim olsa bəlkə də döyüş saxlayardı. So, first of all, I would like to say between second and the third round, I broke my hand, but I just continued with the broken hand, regardless of the situation. That's my character, first of all. So now the doctors will check my health conditions. If everything is okay and I can be cleared the current situation, I'm ready to fight in Baku card. İdmançı, güclü xarakterin idmançı ağrıdan həzz alır. Mən də onlar kimi. Ağrı mənim üçün həyatımın tam mərkəzindədir. Any hardworking, strong fighter enjoys from pain. And just like that, pain has always been in the heart of my life. So it's not a surprise that what I'm feeling now. Ağrı varsa, acı varsa biz yaşayırıq. He's saying if there's a pain, that means we live. Ağrıya, acıya qalib gəlmək lazımdır. So we've got to overcome first the pain to get a win. Həyat da belədir. Life is like that. Thank you so much. Thanks, guys. Thanks a lot.